Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Es-salatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Bu dersimizde inşallah orucu pozan şeyleri öğreneceğiz. Bildiğimiz kimi orucu pozan şeyler iki cürdür hökm baxımından. Bunların biri orucu pozur, həm də kəffarəni lazım eləyir, vacib eləyir. Biri isə oruc pozur, ancaq kəffarə vacib olmur. Kəffarə nə deməkdir? Qəza nə deməkdir? Bunlar haqqında qısa qeyd eləyək. Qəza pozulan orucun yerinə bir gün tutulması deməkdir. Təbii ki, Ramazan ayından sonra. Kəffarə isə həm bu bir gün qəzanı tuturuq, bundan əlavə də 60 gün arxa-arxaya oruç tutulması deməkdir. Təbii ki, əvvəlcə kəffarədə biz bunu qısa olaraq oruç 2 ay dalbadal oruç tutulması deyirik. Çünki bunun bir sıralaması var əslində. Əvvəlcə kölə azad etmək qeyd olunur. Hədislərdə, qədim kitablarda ondan sonra 2 ay dalbadal oruç tutmaq. Buna da gücü yetməyənin, yəni 2 ay dalbadal oruç tuta bilməyəcək şəxsin də 60 fəqiri doyurması vacib olur. Bu kəffarət nə üçündür? Kəffarət əlbəttə ki, Ramazan orucunu bilə-bilə pozmağın cəzasıdır. Yenə bildiyimiz kimi kəffarə ancaq Ramazan orucunu pozmaqda meydana gəlir. Yəni digər oruçları hər hansı bir şəkildə pozsaq, istər üzürlü, istər üzürsüz, təbii ki, üzürsüz şəkildə pozmaq günahdır. Bu da caiz deyil. Ancaq onlar üçün kəffarə lazım olmur. Sadəcə qəza lazım olur. Üzürsüz şəkildədirsə, əlavə olaraq da tövbə lazım olur. Bu Ramazan ayının qəzasında da belədir. Ramazan ayının qəzasını tutduğumuz zamanda pozmuş olsaq, bu da kəffarəni gərəkdirmir. Deməli, təkrar eləyək. Kəffarə orucu ancaq, yəni Ramazan ayının kəffarəsi olan oruc, ancaq Ramazan ayında bilə-bilə orucu pozmaq. Bu da hansı hallardadır? İndi onları qeyd eləyəcəyik. Bilə-bilə yemək, içmək və yaxud da ki, cinsi əlaqədə olmaq nəticəsində olur. Yəni bir adam Ramazan ayında oruçlu olduğunu bilə-bilə bir yemək yeyər, su içər və yaxud da ki, cinsi münasibətdə olarsa, bunun həm qəzasını tutmalıdır, həm də cəza olaraq bunun kəffarəsini tutmalıdır. Bəli, burada onu da qeyd eləyək. Cinsi münasibətdən ötürü kəffarə demək olar ki, alimlərin ittifaqı ilə var. Ancaq yemək və içməkdən dolayı olan kəffarə isə bəzi məzhəblərdə bu var, bəzilərində isə yoxdur. Hənəfi məzhəbində də bilə-bilə yemək içməyə kəffarə lazım olur. Bəzi məzhəblərdə isə sadəcə qəza və tövbə lazımdır. Onlarda sadəcə bilə-bilə Ramazan ayında gündüz çağı təbii ki, oruçlu olduğu halda cinsi münasibətdə olarsa ona kəffarə lazım olur. Deməli, bunun üçün əlavə şərtlər də var. Biz əsas şərtləri, əsas şeyləri dedik. Bilə-bilə yemək və yaxud içmək və yaxud cinsi münasibətdə olmaq. Bunların digər şərtləri isə aşağıdakılardır. Bunu bilə-bilə eləməsi, həmçinin könüllü eləməsi. Yəni, başqa birisinin məcbur eləməsi ilə bir şəxs yeyib içibsə, buna kəffarə vacib olmaz. Həmçinin bir adam hər hansı xəstəliyə görə bu məcbur qalıb, yeyib, özü məcbur qalıb. Birincisində isə kimsə bunu məcbur eləmişdir orucu pozmağa. Bu da kəffarəni vacib eləmir. Bəli, bunun Ramazan ayında olmasını da qeyd eləmişdik. Sadəcə Ramazan orucunun pozulması üçün lazım olur kəffarə. Bəli, bunları qeyd elədikdən sonra həm qəzanı vacib eləyən, həm də kəffarəni vacib eləyən şeylər qeyd elədikdən sonra keçək sadəcə orucu pozan, ancaq kəffarəni vacib eləməyən şeylərə. Bunların sayı biraz çoxdur. Səhvən, yəni xətaən bir şeyi yeməkdən və yaxud içməkdən söhbət gedir. Burada xətaən əsasən bu yeməkdə yox, içməkdə ola bilər. Bir adam oruçlu olduğunu xatırladığı halda, oruçlu olduğunu bildiyi halda, məsələn, dəstəmaz alır, oruçlu olduğunu da bilir. Bu halda bu dəstəmaz alarkən diqqətsizliyindən, yəni səhvindən dolayı su içmiş olsa, yəni suyu boğazına qaçırmış olsa, keçirmiş olsa, bu adamın da orucu pozulur. Ancaq təbii ki, qəza lazım olur bundan ötürü. Orucu pozan digər bir şey isə iftar olduğunu zənn eləyərək orucu açmaqdır. Yəni, bu adam iftar eləyir, yəni orucunu açır, halbuki günəş daha batmamışdır. Yəni, orucun vaxtı bitməmişdir. Bu halda da onun orucu pozulmuş olur, təbii ki, və qəzasını tutması lazımdır. Bu, səhur vaxtı da belədir. Yəni, səhur vaxtının çıxmadığını zənn eləyərək yeyib içməyə davam eləməsi halında da belədir.
yəni imsak vaxtı, yəni oruca başlama vaxtı çıxmışdır, ancaq bu şəxs çıxmadığını zənn eləyərək yeyib içməyə davam eləyir və yaxud da ki, o vaxt durub yeyir. Bu şəxsin də orucu pozulmuş olur. Bunların yerinə qəza tutması lazımdır. Bəli, yenə orucu pozub sadəcə qəza gərəkdirən şeylərdən biri unudaraq yeyib içdikdən sonra və yaxud da ki, ehtilam olduqdan sonra. Ehtilam olmaq, yəni yuxudaykən cinsi boşalmadır. Bu olduqdan sonra orucunun pozulduğunu zənn eləyər bir şəxs. Biz bilirik ki, bu hallar orucu pozmur. Bundan sonra bir şəxs bilə-bilə yemiş olsa, burada da ona sadəcə qəza gərəkir. Bundan əlavə, normalda yeyilməsi adət olmayan hər hansı bir şey yeyilsə və yaxud da ki, udulsa, bu da orucu pozan şeylərdəndir. Məsələn, bir yarpaq yemiş olsa, bir meyvə çəyirdəyi yemiş olsa, bunlar da orucu pozan şeylərdəndir. Təbii ki, sadəcə qəza lazım gəlir. Buradan aydın olur ki, əslində bu özü bir fiqhi qaydadır. Boğazdan aşağı nə keçirsə, bu orucu pozur. Təbii ki, nə keçirsə, bu boğaz, ondan sonra qida borusu, mədə, bağırsaqlar və düz bağırsağa qədər bu belədir. Yenə buradan aydın olur ki, düz bağırsağı da bura daxil elədiyimiz üçün imalə etdirdiyi zaman bir şəxs, buna klizma da deyirlər, bu şəxsin də orucu pozulur. Çünki arxadan bağırsaqlara maye daxil olmuş olur. Bəli, eyni zamanda burundan dərman qəbul eləmək də orucu pozur. Yəni dərman damızdırmaq da orucu pozur. Çünki burunla ağız və qida borusu arasında yol var. O oradan gedib qida borusuna çatırsa, bunun orucu pozulur. Bir də qulaq dərmanı mövzusu var. Qulağa damızdırılan mayelərdən söhbət gedir. Bunun bəzi yerlərdə orucu pozduğu deyilir. Ancaq müasir tibb bu qərara gəlib ki, qulağın pərdəsi yerindədirsə, yəni qulaq sağlamdırsa, qulağa damızdırılan bu dərman içəri keçmir və nəticə etibarilə də orucu pozmur. Bəli, orucu pozub kəffarəni gərəkdirən şeylərdən birini cinsi münasibət, cinsi əlaqə olaraq qeyd eləmişdik. Ancaq bir də masturbasiya var. Bu masturbasiya orucu pozur təbii ki, ancaq kəffarəni gərəkdirmir. Bu təbii ki, bilərək edildiyi halda belədir. Bilmədən yuxuda olduğu zaman və yaxud da ki, toxunmadan baş verdiyi halda isə oruc ümumiyyətlə pozulmur. Orucu pozan şeylərdən növbətisi, bir adam özünü bilərək qusturarsa və yaxud bilərək qusarsa və bu qusma ağız dolusu olarsa, onun orucu da pozulur. Bəli, bu dediyimiz şeylər və bunlara bənzər şeylər orucu pozur, ancaq kəffarəni gərəkdirmir. Bir gün qəza tutmaq lazımdır. Bilə-bilə eləyirsə bir şəxs bunu təbii ki, eyni zamanda tövbə də eləməsi lazımdır. Həmçinin Ramazan ayından tutmadığı oruçları da sadəcə qəzası lazımdır. Bu orucu pozan şeylərin hər hansı biri baş versə, bu şəxs yenə də günün sonuna qədər, yəni iftara qədər Ramazan ayına hörmət əlaməti olaraq bir şey yeməməsi lazımdır. Bir şey içməməsi lazımdır. Yəni orucu pozan şeylərdən çəkinməsi lazımdır. Yəni bunlardan özünü saxlaması vacibdir günün sonuna qədər. Məsələn, hər hansı bir şəxs zəif vəziyyətə düşsə, o hər hansı bir bundan sonra qida qəbul eləmək məcburiyyətində qalsa, bunun təbii ki, orucu pozulur. Ancaq bu bədəndə bundan sonra qida qəbul eləmədən axşama qədər qala biləcəksə, bu qida qəbul eləməməsi lazımdır. Və yaxud da ki, ağız yolu ilə hər hansı bir dərman qəbul eləyibdir bu şəxs, beləcə bunun orucu pozulub. Ancaq bu dərman qəbul eləmək kifayət eləyirsə və özü də axşama qədər orucu pozan şeylərdən çəkinmək gücündədirsə, bu yeyib içməkdən də, orucu pozan digər şeylərdən də uzaq durması vacibdir. Buna bənzər hallardan biri də səfərdə olan şəxsin müqim hala keçməsidir. Yəni biz bilirdik ki, səfərdə olan şəxsə oruç tutmaq vacib deyil, ancaq bu şəxs artıq öz vətəninə, öz yerinə qayıtdığı zaman səfəriliyi bitmiş olur. Bu həmin gün oruç tutmamışdısa, bu axşama qədər yenə də oruclu kimi davranması lazımdır. Təbii ki, bu oruc sayılmır, amma aya hörmət əlaməti olaraq oruclular kimi yeyib içməkdən, orucu pozan digər şeylərdən uzaq durması lazımdır. Bəli, bu eyni zamanda günün içində, yəni oruca başlayıb gün içində heyz səbəbi ilə orucu pozan qadınlara da aiddir. Bəli, bunların hər nə qədər bu gün orucu sayılmasa da, bunun qəzasını tutmaq
tutmalı olacaqlar. Təbii ki, yuxarıda saydıqlarımızda qəzasını tutmalı olacaq. Ancaq bu qadınlar da, yəni gün içində heyzi başlayan qadınlar da orucu pozan şeylərdən uzaq durması lazımdır. Həmin günün axşamına qədər. Ancaq heyzli olan qadınlar isə, yəni günə belə başlayan qadınlar isə bu şəkildə davranmamalıdırlar. Onlar yeməlidirlər. Bəli, sadəcə insanların gözünün qabağında yeməmələri lazımdır. Bəli, beləcə bu dərsimizdə orucu pozan şeyləri öyrəndik. Velhamdülillahi Rabbil alemin.